Salam dəyərli izləyicilər, sizə çox maraqlı bir məlumat təqdim edirəm. Hazırda Azərbaycanda cəmi bir qadın var ki, o general rütbəsi daşıyır. Söhbət Sevda Şirinovadan gedir və hazırda həmin bu qadın Fövqəladə Hallar Nazirliyində xidmət edir. Bu şəxs FHN-in kadr siyasəti baş idarəsinin rəisi general-mayor Sevda Azər qızı Şirinovadır. Sevda Şirinovanın dövlət orqanlarındakı fəaliyyəti ötən əsrin sonlarından başlayır. O 1990-cı illərin sonlarından etibarən Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə çalışıb, daha sonra təcrübəli kadr kimi Fövqəladə Hallar Nazirliyinə dəvət olunub. Artıq 20 ildən çoxdur ki, sözgedən vəzifədə rəhbərlik edir və qurumun ən strateji sahələrindən biri kadrların seçilməsi, yerləşdirilməsi və idarə olunmasına cavabdehdir. 13 dekabr 2010-cu il tarixli prezident sərəncamı ilə Sevda Şirinovaya general-mayor rütbəsi verilib və bununla da o, Azərbaycan dövlətçiliyində general rütbəsi alan qadın kimi tarixə düşüb.